düzgün tutuşuq lazımdır ki, düzgün istiqamətdə yönəldəsən və hərəkət edəsən. Bəli, hərəkət edən zaman əgər hər hansı bir təpkini sizə verəcəksə, yəni istiqaməti dəyişəcəksə, yəni sözsüz ki, həmən istiqamətdə axtarışlara siz gedəcəksiniz. Düz dostlar, indi fikir verin, burada hansı bizə istiqaməti verəcək, verməyəcək, bunu sadəcə gəzinti zamanı görəcək. Biz buralardan çox metallar çıxartdıq dostlar. Demək olar ki, təmizləmişik. İlk öncə yüzdə olan və iri metalı görür. Ondan sonra təzədən yoxlamış. Bax, gördüyünüz kimi buradan tapıntılarımız oldu. Keçdi tapıntının üstündən heç bir təpki vermədi. Və biz özümüz üçün nəzərdə tutaq ki, 5 metrə bu tərəfə, 5 metrə bu tərəfə, daha yalandan sizə 500 metrə, 300 metrə deməyək. Yəni 5 metrə nəzərdə tutdum, bu tərəfə heç nə yoxdur. Keçdim bu istiqamətə, 5 metrədə keçdim. Yəni A nöqtəsindən B nöqtəsinə kimi gedəcəm dostlar. Yəni üzü bu tərəfə gedəcəm. Görək hansı istiqamətə bizi yönəldəcək. Əgər həqiqətən də, amma maraqlısı birsinə dostlar, apardığı yerdə bir metal çıxartdı və metalı çıxardandan sonra heç bir detektor, yəni ayrı bir yerlərdə siqnal vermədi. Əgər bir metal varsa, baxın, indi burada məni döndərdi. Həmən istiqamətə mən getsəm, düzdür, üzü aşağı dostlar. Üzü aşağı nə qədər gedəcəm bilmirəm. Amma baxın, üzü aşağı getməyinə baxmayaraq, məni sol istiqamətə çəkir, yəni bu tərəfə çəkir. Mən dönüş eləməliyəm və yenə də vuracaq məni burada. Bəli. Mən düz getmək istəyirəm, amma neyniyir? Döndərir, gətirir, bu kolluğa salır. Baxın dostlar, əgər sizin əlinizdə bir detektor varsa, sözsüz ki, kolun dibini axtara bilməyəcəksiniz. Təmiz yerləri hər kəs axtarmaq istəyir, amma alan tarama olan zaman bir kolun dibinə, ağacın dibindəki bu kosları yerlərə, bəli, bir metal varsa, sözsüz ki, sizi aparacaq və həmən yerdə nəticəni sizə göstərəcək. Bəli dostlar, almağa dəyər, almağa dəyməz. Hər kəs öz büdcəsinə uyğun olaraq hərəkət edəcək. Çox gözəl nəticələr yenə deyirəm verdi dostlar. Və həmən nəticələr əsasında, baxın, bu bir ərazidir dostlar. Bu bir ərazini biz burada gərək qarış detektorla gəzəydik ki, həmən hədəfləri çıxardaydıq. Amma bizə deyək ki, 3 metrdən, 5 metrdən bir metalı göstərdi. Göstərən zamanda, necə deyərlər, nəticələr oldu dostlar. Nəticələr düzdür, çəkilişləri bəzilərini elədik, bəzilərini eləmədik. Əksər hallarda bu istiqamətdə bilmirəm nədənsə köhnə qədimi patronlar çıxmışdı, istifadə olunmuş patronlar, yəni heç bir şeyə metallom kimi. Belə qiymətlər arasında fərq var dostlar. 650 manata AD003 modelidir.